Bu iki hissəyə də HBŞB sürgülü sistem montajı yekunlaşıbdır. Bu bir açılanı var. Bu HBŞB sistemi isə ortadan iki yerə, sağa və sola hissələrə açılır. Profil olaraq premium marka Asistan Türkiyə istehsalı profillərdən istifadə etmişim. Mexanizm olaraq Zigenia istehsalı mexanizmlərdən. Gördüyünüz kimi bir barmaq toxuluşu ilə tam sərbəst şəkildə tam sərbəst hərəkət edir. Hündürlüyümüz 3 metr 70 sm, elimiz 4.80. Gördüyünüz kimi bir barmaq toxuluşu 3 metr 70 sm hündürlüyündə şüşəni tam sərbəst sürətdə hərəkət etdirir. Xeyirlisi olsun müştərimiz üçün.